Kabul edirəm, əlbəttə ki, Sevinç xanım. Məsələ burasındadır ki, İran şahının bu oğlu Rıza Pəhləvi indi ölkənin gələcəyi ilə bağlı konturları cızır və o Hə. konturları da dünyaya bəyan edir. Ən dəhşətlisi bilirsiniz nədirdir? Hamı da gözəl bilir ki, İranda İsrailə münasibət necədir və Bəli, bunu İsraili ümumiyyətlə, tanıyacağıq. yəni ümumiyyətlə yəni qəbul eləmirlər. Bu cavan oğlan da belə deyək də həvəsə gəlmiş, cuşa gəlmiş cavan oğlan da deyir ki, mən İsraili dərhal tanıyacağım. İran dövləti İsraili dərhal tanıyacaq və bununla yanaşı Avram razılaşmalarının da güclənməsi, nə bilim, digər məsələləri addımlar atacaq. Bütün bunları yəni bəyan edən bir adamı, yəni İran xalqı 100 milyona yaxın, 90 milyondur da səhv eləmirəmsə, 100 milyona yaxın insan qəbul edərmi? Əlbəttə ki, qəbul etməz. Bu əvvəlcədən bilirsiniz, Amerikanın layiqli belə deyək də özünə layal, özünə tərəfdar namizədinin olmaması ucbatından bu məsələlər bu qədər biraz uzanır. Yəni haqqında danışdığımız bu adam İranda o nüfuza ki, İran onu belə deyək də, İran xalqı onu qəbul eləsin. Və İran Xarici İşlər Naziri Abbas Arakçı da zaten açıklamalarında Amerika'ya bir mesaj ötürür ki, yani sizin nümayəndə, yani belə deyək də, İranda görmək istədiyiniz nümayəndə zaten İranda qəbul edilməyən şəxslər siyahısındadır. Ona görə də ölkədə vəziyyətin tam nəzarət altında olması fikrini dilə gətirir. Həm Arakçı bunu bəyan edir, həm də deməli digər İran rəsmiləri. O ki qaldı İranın gələcəyi ilə bağlı. İranda mütləq mənada artıq belə deyək də bu qədər ölüm itimdən sonra dəyişiklik olacaq. Yəni İran bunu istəsə də, istəməsə də dəyişiklik olacaq. Amma mən o dəyişiklikdə zoran Pəhləvini görmürəm. Yəni Pəhləvini gətirib orada otuzduracaq və dərhal da bu nə bilim narkoticarətə qarşı, ekstremistlərə qarşı mübarizə aparacaq. Zaten bunun atasının döneminde hansı deməli dəstəklər var idi. Bu deyir ki, nə bilim terroru dəstəkləyən terrorçu təşkilatlara maliyyə dəstəyini mən dayandıracağım. Halbuki İran üzərinə İran qanunları ilə müəyyən öhdəliklər götürüb ki, həmin o terrorçu təşkilatlara davamlı şəkildə dəstək olsunlar, davamlı şəkildə onları maliyyələşdirsinlər. Necə ki, Rusiya separatçıları maliyyə dəstəyi əsirgəmir, yəni Rusiya tərəfindən əsirgəmir. Eyni xəttdə elə İran tərəfindən, yəni bugün dünyada terror təşkilatı kimi qəbul olunan xeyli təşkilatlar var ki, onlar birbaşa, yəni İranın o neftdən, qazdan, təbii resurslardan əldə etdiyi vasitələrlə, necə deyirlər, maliyyələşirlər. Ona görə də bu Pəhləvinin açıqlaması, mən yenə də deyirəm, siz tamamilə haqlısınız ki, bu günləri Amerikanın İranda belə deyək də layiqli, yəni o dünyaya açılımı təşkil edəcək nümayəndəsi olmadığına görə proseslər bu şəkildə ləng edir. Amma bu Pəhləvinin də bilirsiniz, böyük bir rüsvayçılığı olacaq. Yəni zaten artıq bunu belə ironiya ilə yəni qarşılayırlar. Bu hətta bunu aşağılamaq üçün bunun haqqında o qədər də xoş olmayan, o qədər belə şəxsiyyətinə toxunan fikirlər hətta mən görürəm ki, yəni İran vətəndaşları səsləndirirlər. Amma bunun da tərəfdarları var. Onu da deyim ki, yəni o Vüqalamun kimi öz donunu dəyişib, güya nə bilim İranın hazırki dini və yaxud da ki teokratik rəhbərliyini dəstəkləyən şəxs kimi özünü qələmə verən xeyli adamlar var. Və baxın, bunun bariz nümunəsi İranda o etirazçıları dəstəkləyən və onlara silah-sursat verən və yaxud da ki, müəyyən ümidlər verən xeyli adamlar var. Yəni, indi dünən baxıram, görürəm, 3000 adam həbs olunub, güya birbaşa İsrailə bağlı olan
şəxslərdən söhbət gedir. 3000 adam Evet. təsəvvür edirsiniz. Bəs bunların belə deyək də kəşfiyyatı, əks kəşfiyyatı hara baxırdı? Əgər bu 3000 adam çox rahat şəkildə İran daxilində vəziyyəti qarışdırmağa qadir adamlar idisə, niyə indiyə qədər bunu nə Sepah, nə digərləri, yəni İran İslam keşikçiləri korpusu müəyyən edə bilməmişdi. Bir sözlə, yenə deyirəm, Amerika İrandakı bu cür hadisələrə, yəni başı başqa işlərə qarışmışdı. Daha çox, nə bilim, Rusiya-Ukrayna müharibəsi, Venezuela idi, indi Qırlandiya idi. Bu İrandakı hadisələr biraz sürətlə yəni inkişaf eləməyə başladı. Ona görə də amma məsələn onu da deyim ki, Amerika bu prosesdən qətiyyən yəni geriyə durmayacaq və bu hərəkətlənmənin bir sonu olacaq. O bayaqları verdiyiniz sualın bir cavabı kimi ola bilsin ki, müəyyən razılaşmalar olsun, o qərar qəbul etmə mərkəzlərinə zərbə olmasın. Amma hərbi obyektlərdir, sonra İran İslam Keşikçiləri Korpusunun kazarmalarıdır, sonra yerləşdirdikləri o raket qurğularıdır. Yəqin ki, onlar artıq necə deyirlər, ciddi nəzarət altındadır və elə qərar qəbul ediləcək yaxın bir neçə günə mən təxmin edirəm ki, o qərar veriləcək. Yəni təxminlərim nəyə əsaslanır? Ona görə ki, Amerika həm ağzından söz çıxır, yəni mən sizə dəstək olacağım, amma o dəstək olmadıqca, amma Trump'ın da sözünün belə deyək də çəkisi itir. Ona görə də o dəstəyi ifadə etmək üçün yəqin ki, müəyyən hərəkətliyi olacaq. O hərəkətliyi də düşünürəm ki, biz bazar günü də daxil olmaqla yəqin ki, onu İran üzərində görəcəyik.